Salam dostlar, mən Mehmanur Timur TV kanalında xoş gördük. Bugün xardal və onun tərkibi və faydalarını öyrənəcəyik. Xardal bitki kimi onun toxumları istifadə olunan bir qidadır. Toxumları həmçinin müxtəlif növlərdə olur. Sarı rəngdə, qara, qırmızı rənglərdə olan xardallar vardır. Tərkibi dostlar, vitaminlər xardalda hansı ki A vitamini, C vitamini, E vitamini, K vitamini, B kompleks vitaminlərin hamısı mövcuddur. Bu vitaminlər dostlar orqanizm üçün müxtəlif funksiyaları yerinə yetirir, immunitet sistemini gücləndirir, antioksidan xüsusiyyətləri yüksəkdir, dərinin sağlamlığını qoruyur. Tərkibində olan minerallar kalsium, dəmir, maqnezium, fosfor, potasyum, sodyum kimi minerallar sümük sağlamlığı, qan dövranı, sinir sistemi üçün çox vacibdir. Xardalın tərkibində həmçinin omega 3 və omega 6 yağ turşuları ilə zəngindir. Bu yağlar ürək sağlamlığını dəstəkləyir, bədəndə iltihapları aparır. Ondan əlavə xardalda pəhriz lifləri vardır ki, bu da həzm sisteminin düzgün işləməsinə, faydalı bakteriyaların qidalanmasına, həmçinin qəbizliyin qarşısını almaq üçün çox vacibdir. Ondan əlavə sağlamlığımızı və uzun ömürlüyümüzü qoruyan xardalda antioksidanlar, xüsusən də fenolik maddələr sərbəst radikallara mübarizə aparır və hüceyrə zədələnməsinin qarşısını alır, hərçəng hüceyrələrin yaranmasının qarşısını alır. Dostlar, video keçməmişdən öncə videonu bəyənib abunə olmağı unutmayın. Öncədən sizə təşəkkür edirəm. Xardalın faydaları dostlar, birinci ürək sağlamlığını dəstəkləyəndir. Xardalda omega 3 yağ turşuları və pəhriz lifləri ürək və damar sağlamlığını qoruyur və qan təzyiqini tənzimləyir. Xardalın digər faydası immunitet sistemini gücləndirir. C və A vitamini sayəsində xardal immuniteti gücləndirir, bədənin infeksiyalarla mübarizə qabiliyyətini artırır. Xardalda olan liflər həzmi yaxşılaşdırır, həzm sisteminə faydalılığı ilə bağırsaq fəaliyyətini tənzimləyir və qəbizliyin qarşısını alır. Xardaldakı hansı ki maddələr bədəndə olan bütün iltihaplanmaları azaldır, orqanizmin iltihabi reaksiyalarına qarşı mübarizə apararaq iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Xardalın 5-ci faydası kilo verməyə, çək atmağa kömək edir, mədədə doyma hissini artırır, bu da acılığı azaldır, kilo verməyə kömək edə bilir. 6-cı faydası xardalın dərini qorumasıdır, çünki tərkibində C vitamini zəngin olduğu üçün dəri sağlamlığını qoruyur və yaşlanma əlamətlərini ləngidir. 7-ci faydası dostlar, xardal bədən temperaturunu artırır, ona görə ki, ürək damar fəaliyyətini yaxşılaşdırır və hətta kapilyar damarların, qan getməyən xırda kapilyar damarları da qan təchizatını artırmaqla bədən temperaturunu artırır və artırma xüsusiyyətinə malik olması, buna görə də soyuq dəymə, qrip kimi xəstəliklər müalicəsində geniş istifadə etmək mümkündür. Dostlar, digər faydası huzursuz bacaq sindromu deyilir ki, istirahət halında yatarkən ayaqlarda narahatlıq hissi, xarakterizə olunan bir nevroloji xəstəliyi, gecə saatlarında sızılma, titrəmə, yanma, ayaqlarda qaşınma, bu kimi hallar, narahatlıqlar və ayaqlarda müvəqqəti narahatlıqlar, yorğunluqlar, yuxu pozğunluqlar. Bu huzursuz bacaq sindromunu müalicə edəndir xardal. Digər faydası hansı ki Raynaud sindromu kimi tanınan damarların spazması nəticəsində barmaq və ayaq barmaqlarında qan axınının müvəqqəti azalması ilə xarakterizə olunan damar xəstəliyidir ki, barmaqların rənginin dəyişməsi, ağarma, göz qamaşdırıcı göyərmə, qızarma, bu soyuqluq, uyuşma hissi, barmaqlarda ağrılar, qarıncalanma, şiddətli hallarda toxuma zədələnməsi kimi hallarında
xardal demək bu xəstəliyi müalicə edəndir. Bütövlükdə dostlar, ürək sağlamlığı, ürək yetməzliyi, ürək çatışmamazlığı, ürək damar, ürək infarktının önləyəndir. Atar damarın şirəşlənməsinin qarşısını alır, damar sərtliyini önləyir, sindirim, həzm sistemini rahatladandır. Ondan əlavə sadaladıq. Faydalarından huzursuz bacaq söylədik, ayaq xəstəliklərində, əl-ayaq üşümələrində söylədik dostlar, digər sindromlarda, narahatlıqlarda, şəkər xəstəliyinə bağlı qan dolaşım pozukluqlarında və sinir ağrılarına qarşı demək çox faydalıdır. Xardal qida kimi vitamin minerallarla zəngindir, bədənimizin vitamin mineralları təmin edir, antioksidanlarla sağlığımızı qoruyan antioksidanlarla zəngindir. Həmçinin faydalarını sadaladıq, bu qədər demək, xüsusilə ürək damar sağlığı üçün, qan dövranını yaxşılaşdırmaq üçün, yəni yuxarıda sadaladığımız bu qədər faydaları mövcuddur. Dostlar, məndən bu qədər videonu yenə də bəyənib abunə olduğunuzda sizə təşəkkür edirəm. Yeni videomda yeni görüşlərə dək dostlar sağ olun.